Həsən Məmmədov tələbəlik illərində Poluxin küçəsində kirayə ev tutub tək yaşayırdı. O evdə çox olmuşam. Hərdən bir salyandan anası gələrdi. Sonraki illərdəsə böyük qardaşı evləndi, o da ailəsi ilə birgə bir müddət Həsənlə yaşadı. Həsən Məmmədov təbiəti etibarilə çox qaynayıb qarışan deyildi. Sadəlövh insandı. Tələbə yoldaşlarımızdan Tofiq İsmayılovun doğum günü idi. Biz də 9-10 nəfər dost daha mehriban idik, mütləq Tofiqgilə gedib onu təbrik etməli idik. Danışdığımız vaxtda Tofiqgilə gəldik. Tələbə idikdə hərəmiz yüngülvari bir hədiyyə almışdıq. Ailəsi, qohumları bizim üçün də yer saxlamışdı, hamımız əyləşdik, bircə Həsən yox idi, vaxt keçirdi, amma Həsən gəlib çıxmırdı. Düşünürdük ki, yekə kişidir, görən niyə belə etdi? Artıq süfrə açılıb, hamı yeyib içir, sağlıqlar deyilir. Elə bu dəmdə qapı döyüldü. Həsən gəldi, əlində də qəzetə bükülü nəsə var. İndi hamımız düşmüşük bunun üstünə ki, hardasan? Yekə kişisən, danışmışıq axı. Nə edim, hədiyyə üçün hər yeri axtardım, tapa bilmədim, evdə bir şişə vardı, onu götürüb gəldim, deyən Həsən əlindəki qəzeti açdı, gördük, bir ədəd iri billur güldandı. O vaxt billur qab tapmaq hər adamın işi deyildi. Xaricdən gətirib ot qiymətinə satırdılar. Sən demə, bu Həsənin qardaşı arvadının cehizidir, onu vurub qoltuğuna gəlib Tofiqgilin bir köhnə pianoları vardı. Güldanı onun üstünə qoyublar. Biz heç nə yemirik, Həsən də oturub. Elə bil, belə də lazımdır. Hamımızın gözü güldandadır. Tofiq İsmayılov, onun atası, anası hamısı güldana baxır. Yedik, içdik, təbrik etdik, sağollaşdıq. Çölə çıxanda soruşdum. Həsən, o nə hədiyyə idi elə? Necə bəyəm, pisdir? Yox ey, tələbə adamsan. Nə bilim, heç nə tapmadım. Səhər instituta gəldik. Həsən mənimlə lap məhrəmdi deyə yavaşca dedi ki, evdə qırğındır. Soruşdum. Nə olub? Dedi. Qardaşım arvadı düşüb onun üstünə ki, evə oğru girib, güldan yoxdur. Həsən o güldanı adi bir şey bilib. Evə qaydanda qardaşı Həsəndən güldanı xəbər alıb, soruşub ki, bəlkə sınıb. Həsən də deyib. Dostumun doğum günü idi, onu apardım. Qardaşı hirslənib. Dəli olmusan, necə yəni dostumun doğum günü idi? O güldan cehizdir, heç bilirsən necə qiymətlidir. Bunun abırını büküblər ətəyinə, dərsə pərt gəlib. Amma hədiyyəni qaytarmazlar axı, elə şey olar. Dedim, ay Həsən, necə gedib deyək, Tofiq, sənə hədiyyə gətirdiyimiz güldanı geri qaytar. Həsənsə məyus halda. Bəs indi mən nə edim, deyə soruşdu. Tofiq də məsələdən xəbər tutdu. Güldanı gətirib Həsənə verdi ki, apar qoy yerinə ayıbdı. Rafiq Əzimovun xatirələrindən.